Adətən deyirlər ki, əskərliyə gedən oğlanların həyat qavramı tamamilə dəyişir. Sanki bu onları daha da güclü eləyir. Həyata daha ciddi və daha çətin prizmadan baxmağa vadar edir. Eyni zamanda düşünəndə ki, o insanlar, kim ki hərb sahəsindədirlər, kim ki müharibədən keçib, kim ki həyatını məhz hərbə sərf edib. Düşünürsən ki, nə çətinliklər görürlər. Bəlkə də normal insanların danışdığı problemlər onlar üçün o qədər adi və cılız görsənir ki. Çünki düşünəndə ki, hərb sahəsində hansı gündəlik vərdişlərdən, hansı hərəkətlərdən onlar üzləşməli olurlar, hansı hadisələrdən üzləşməli olurlar, sən başa düşürsən ki, bu insanı tamamilə başqa dünyada yaşadır sanki. Ümumiyyətlə, xüsusi təyinatlı olmaq, peşəkarlıq, əzm, ümumiyyətlə, təcrübə baxımından bu nə deməkdir? Necə keçir onların həyatı? Və bu cəsarət, vətənə xidmət hissi, bütün bu məsələləri biz efirimizə dəvət elədiyimiz bir qonağımızla danışacağıq və efirimizin qonağı xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan polkovnik, leytinantı, eyni zamanda əfsanəvi taborun komandiri, həm aprel döyüşlərinin, həm də ki 44 günlük haqq savaşımızın iştirakçısı Nizami Əliyevdir qonağımız. Nizami müəllim, xoş gəlmisiniz. Təbrik edirik sizi. Təşəkkür edirəm. Bu birbaşa sizi təbrik eləməli bayramlardan biridir. Təşəkkür edirəm. Mən də bütün Azərbaycan xalqına 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edirəm. Bayramlar mübarək olsun. Təşəkkür edirik. Çox maraqlıdır ki, sizin hərb yolunuz necə başladı, neçə yaşınızdan başladı? Bu sizin seçiminiz idi? Bəli, əlbəttə ki, mənim öz seçimim idi. Bilirsiniz, mənim uşaqlıq dövrüm Azərbaycanın çox ağır, hansı ki, tarixinə rast gəldi. Bəli. Bu, Birinci Qarabağ müharibəsidir, müstəqillik, belə deyək, azadlığımızın bir simvoluydu. Və uşaqlıq dövründə hər zaman televiziyada və ya ümumiyyətlə yaxınlarımızın, çevrəmizin ətrafından xəbərlər gəlirdi, hansı ki pis xəbərlər gəlirdi, torpaqlarımız işğal olunurdu, soydaşlarımız torpaqlarına didərgin düşürdü, şəhidlərimiz gəlirdi. Yəni o dövr, belə deyək, məni bərkitdi və zaten mənim uşaqlıq dövrümdə bir arzum var idi, bir simpatiyam var idi, bir sevgim var idi orduya, formaya. Və həmin bu Birinci Qarabağ müharibəsi, bu ağır tarix dövrü, Respublikamızın ağır tarix dövrü bunu bərkitdi və özüm qərar verdim. Valideynim bəlli bir yaşa gələndən sonra qərar verdim, valideynlərimə bildirdim və bu qaydada təhsilimə başladım. Ağır vaxtlar idi, çətin vaxtlar idi, amma yenə də öz, necə deyim, istəyimdən, arzumdan, məqsədimdən geri dönmək istəmədim və qərar verdim ki, zabit olacam və zabitdən də əlavə elə ilk başda qərar verdim ki, xüsusi təyinatlı olacam. Yəni, xüsusi təyinatlını birbaşa uşaqlıq dövründə qarşıma bir məqsəd qoydum və o məqsədə doğru yürüdüm. Həyatınızı neçə ilini buna həsr eləmişsiniz? Əslində başdan sona görə götürsək 30 ilə yaxın, yəni 30 ilə yaxın əgər tədris dövrümdə götürsək, uşaqlıq dövrümü, belə deyək, hərbi liseyi, hərbi məktəbi və ondan sonra xidməti 30 ilə yaxın, belə deyək, bu proses davam elədi, bu dövrü əhatə etdi. Amma zabit kimi 24 il xidmət eləmişəm. 24 il, bir igid ömrü. Bir də ki, mən sizi təqdim edəndə qeyd elədim ki, əfsanəvi taborun komandirsiniz. Maraqlıdır ki, nəyə görə əfsanəvi tabor adlanır? Bilirsiniz, 44 günlük müharibədə mən tabur komandiri idim. Tabur komandiri kimi iştirak eləməyə başladım və mənim taburum müharibənin ilk günlərindən döyüşə girdi və son günlərinə qədər, hətta belə deyək, Şuşanın azad olunması və ondan sonra antiterror əməliyyatlarından əvvəl hansı ki sərhədlərin bərpasında bütün əməliyyatlarda iştirak edib və ən ağır döyüşlərdə 44 günlük müharibədə iştirak edib. Taburumdan çox sayda şəhidlərim var. Mənim taburumdan 4 vətən müharibəsi qəhrəmanı var. 6 Qarabağ ordeni ilə təltif olunan, ondan sonra 8 nəfər bayraq ordeni ilə təltif olunan şəxsiyyət var və digər ordenlərlə və medallarla təltif olunan şəxsiyyət var. Bu əfsanəvi tabur əslində xalqın verdiyi bir addır. Yəni,
Bu da taburun özü qazanmışdı, döyüş yolu ilə qazanmışdı. Çünki dediyim kimi biz taburumuzla Füzuli istiqamətinə döyüşə girdik. Hadrut döyüşlərində, ondan sonra Cəbrayılın, Füzulinin azad olunmasında, ta ki Şuşanın azad olunmasına qədər bütün şəxsiyyət döyüşlərdə iştirak elədi. Hətta onu deyə bilərəm ki, taburumuzdan çox saylı yaralanıb, təzədən qısa bir dövrdə tam bərpa olunmasa da yenə də qayıdıb döyüşə atılan şəxsiyyət var. Bu nə şücaətdir, bu nə... Onların içində şəhid olan da var, onların içində dediyim kimi Şuşanın azad olunmasında iştirak edən var. Taburumuzla biz 124 nəfər döyüşə girdik. İnandırım sizi, Şuşanın azad olunmasında artıq taburdan, belə deyək, sırada qalan, döyüşdə qalan çox sayda şəxsiyyət var idi. Qalanları hamısı yaralanmışdı, şəhid olanlar var idi və o sırada qalanlar belə yaralanıb təzədən döyüşə qayıdanlardır. Ona görə də bu ünvanı, bu əfsanəvi tabur adını yəni bizim xalqımız qoydu, əbədiləşdirdi. Yəni bu qaydada oldu. Çox maraqlı. Bölüşdüyünüz üçün təşəkkür edirik. Nizami müəllim, ümumiyyətlə siz dediniz ki, yaralanırlar, çox qısa müddətdə tam sağalmadan belə döyüşə qayıdırlar. Mən xatırlayıram 44 günlük haqq savaşında hər birimiz o hər anı izləməyə çalışırdıq. Nələr baş verir, necə baş verir və görürdük ki, əskərlərimiz, vətəndaşlarımız, istər xüsusi təyinatlar, istər adi vətəndaşlar, kim ki müharibəyə yollanıb, kim ki yaralanırdı, onlar gedirdilər hospitalda məsəl üçün, deyək ki, yaralarını sarıyanda və s. tikiş izləri qoyanda, o anda belə baxırdan özünə yaralıdır, ağrını hiss eləmir bu insan. O qədər o vətən sevgisi ilə, eşqi ilə coşur ki, kimsə oxuyurdu, kimsə tez sağalan kimi gözləyirdi ki, tez sağalım gedim. Fikriniz maraqlıdır ki, nədir bax bu sevginin gücü? Ümumiyyətlə, müharibəyə gedən, əskərliyə gedən gənclərimizi bu mühit necə dəyişir? Xasiyyətlərini necə formalaşdırır? Bilirsiniz, qeyd elədiyiniz kimi, yəni müharibədə həqiqətən də yaralansa da, yəni şəxsiyyət, döyüşçülər yaralansa da o ağrını hiss eləmirdi. Onun da səbəbi əlbəttə ki, bizim illərdir hansı ki əziyyət çəkdiyimiz, haqq müharibəsi apardığımız, yəni döyüş meydanında olmasa da, yəni 44 günlük müharibəyə qədər, yəni hər bir kəs, bütün Azərbaycan xalqı, o cümlədən də hərbiçilər bu anı gözləyirdilər. Bu torpaqların azad olunmasını gözləyirdilər və əlbəttə ki, hər bir qarış torpağın azad olunması ilə, bayrağımızın torpaqlarımızda sancması ilə, yəni bu ağrı hiss olunmaz olurdu. Çünki bizim döyüş zamanı, döyüşdüyümüz zaman tək bizim özümüz yox, biz həm xalqın arxamızda, yanımızda hiss edirdik, xalqımızın gücünü hiss edirdik, həm də ki, Birinci Qarabağ müharibəsində şəhid olmuş qardaşlarımızın, hansı ki bacılarımızın, Xocalı soyqırımında öldürülən körpələrimizin ruhlarını da hiss edirdik yanımızda. Ona görə də bu bizə böyük bir motivasiya verirdi, bu bizə böyük bir güc verirdi və əsas dediyim kimi mənəvi güc verirdi bizə. Ona görə də biz nə çətinliyi, nə ağrını o anda hiss eləmirdik. Amma əlbəttə ki, xüsusi təyinatlı olmaq, yəni çox çətin bir prosesdir. Siz sual verdiniz. Yəni, xüsusi təyinatlı olmaq bir peşə deyil, bir həyat tərzidir. Həqiqətən də xüsusi təyinatlılar çox ağır bir prosesdən, belə deyək, keçirlər, ağır məşqlərdən keçirlər. Onları bu məşqlər tamamilə dəyişdirir. Yəni, onların həm psixoloji vəziyyətini, həm fiziki vəziyyətini, hər bir şeyini dəyişdirir. Yəni, xüsusi təyinatlılar bildiyiniz kimi hər cür hava şəraitində, hər cür vəziyyətdə döyüş aparmalıdırlar və aparırlar. Bu istəyir gecə olsun, istəyir gündüz olsun, istəyir dağlıq, meşəli ərazilər olsun. Yəni, hər bir şəraitdə xüsusi təyinatlı qarşısına qoyulan tapşırıqları icra eləmək məcburiyyətindədir. Yəni, eləyə bilmirəm və ya geriyə qayıdım elə bir şey yoxdur. Tapşırıq qoyuldusa, o son damla qanına qədər, son nəfərə qədər icra olunmalıdır. Ona görə də xüsusi təyinatlı mənsubunun təlim prosesləri, ümumiyyətlə hazırlıq prosesi çox çətindir. Onu belə deyək, biz illərlə bu
proseslərdən keçdik, illərlə bu məşqləri keçdik və artıq 44 günlük müharibədə biz torpaqlarımızı azad eləyəndə, dediyim kimi, bayrağımızı işğal olunmuş yerlərdə, torpaqlarımızda sancanda, yəni biz artıq onu gördük və onu hiss elədik ki, bizim bu bütün keçdiyimiz çətinliklər, keçdiyimiz keşməkeşli yollar və əsas da şəhidlərimizin qanı yerdə qalmadı. Ümumiyyətlə, təşəkkür edirəm belə geniş izahınıza, fikrinizi bölüşdüyünüzə görə. Düşünəndə qələbə haqqında fikirləşirəm ki, məsəl üçün, mən ya da ki, digər insanlar buna vətəndaş olaraq sevinirik. Vətənimizin qələbəsi olaraq sevinirik. Amma sizin üçün qələbə tamamilə başqa anlayışdır. Sizin birbaşa vəzifə sevincinizdir. Ondan başqa, siz müharibə dövründə nə qədər böyük məsuliyyət daşımısınız, nə qədər böyük çətinliklərdən keçmişsiniz. Maraqlıdır ki, sizin üçün qələbə nə deməkdir, Nizami müəllim? Bizim üçün birinci növbədə onu demək istəyirəm ki, həqiqətən də bu tarixi biz yazdıq. Bu tarixi bu hal-hazırdakı nəsil yazdı. Bizim gənclərimiz, bizim xalqımız bu tarixi yazdı. Biz artıq bir dövlət olaraq uzun illər idi ki, qələbəyə, belə deyək, az qalmışdıq, qələbəni gözləyirdik və bu tarixdə də bizim izimiz olduğu üçün, yəni bu bir fəxrdir bizim üçün həqiqətən də. Çünki 100 il, 200 il sonra biz olmayacağıq, amma bu tarix yazıldı və bunu biz yazdığımız tarixi gələcək nəsillər kitablardan, dərsliklərdən oxuyacaqlar. Qələbə bizim üçün həqiqətən də böyük bir nəticədir, böyük bir uğurdur. Dediyim kimi, əgər biz işğal olunmuş torpaqlarda hal-hazırda müstəqil, başı dik, namusumuzla gəziriksə, namusumuzu əgər təmizləmişiksə, bunu biz əlbəttə ki, şəhidlərimizin qanına borcluyuq. Onların tökdüyü bu torpaqda, necə deyim, qanına borcluyuq və bu qanın da yerdə qalmadığı üçün bizim üçün bir fəxrdir. Qələbə bizim üçün böyük bir sevincdir, böyük bir uğurdur, dediyim kimi. Hərbiçilər üçün, düzdür, bu bizim vəzifə borcumuzdur, bir hərbiçi kimi. Bəli. Amma yenə də, dediyim kimi, xalq, dövlət bizim yanımızda olub və Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi altında biz bu qələbəni əldə etdik 44 gün ərzində. Nizami müəllim, digər bir məsələ. Baxanda, məsəl üçün, mən xatırlayıram elə 44 günlük müharibəmiz zamanı gənclərimizin müsahibələrini dinləyəndə, məsəl üçün, onlarla danışırdı. Görürdün ki, hərbi hissələrin qarşısında 18 yaşlı, 19 yaşlı gənclərdir. Biz gedib torpaqlarımızı işğaldan azad edəcəyik, yox, bu haqsızlığa dözə bilməliyik. Bir anlıq baxanda fikirləşirsən ki, bu uşaqlar o dövrdə heç doğulmamışdılar. Yəni ki, birinci Qarabağ müharibəsi dövründə. Yəni, bəlkə onların valideynlərinin didərgin düşdüyü torpaqlar olub. Eyni zamanda da heç valideynləri didərgin düşməyən, sadəcə adi vətəndaşlar. Hardan idi bu qədər güclü vətən sevgisi, hardan idi bu qədər güclü vətəninə görə məsuliyyət daşımaq istəyir. Bax, danışıram, necə toxunur mənə. Bu çox böyük uğurdur. Bu genetik yaddaşdan mı gələn anlayışdır, bu tərbiyə ilə gələn anlayışdır mı? Nədir bunun kökü fikrinizcə? Əslində, mənim ağlımı oxudunuz siz. Bilirsiniz, vətənpərvərlik ailədən başlayır, məktəbdə təkmilləşir və orduda bərkidilir. O gənclər, siz qeyd elədiniz, genetik. Bizim Ali Baş Komandanımız da və biz də hər zaman deyirdik ki, bu müharibə bizim haqq müharibəsidir. Yəni, biz, bilirsiniz, bu torpaq bizi genetik olaraq bizə bağlıdır. Yəni, bu torpaq bizimdir və onlar orada yaşamasa da, o torpaqları görməsə də, onları həm ruhən, həm qanla, həm genetik olaraq o torpağa bağlıdırlar. Bizim gənclərimiz niyə müharibəyə atılırdı? Çünki onlar bilirdilər və onların artıq ağıllarında, yaddaşlarında həkk olunmuşdu ki, bu torpaqlar bizimdir, bizdən alınıb və bizdən işğal olunub bu torpaqlar. Amma orada qalan düşmən və orada döyüşən düşmən anlamırdı ki, bu müharibəni niyə aparır? Yəni, bu müharibənin səbəbi nəyə görədir? Mən nəyə görə ölürəm? Mən nəyə görə öldürürlər? Ona görə də onlara bu torpaq bağlılığı olmadığı üçün onlar qaçırdılar, yəni geri qaçırdılar. Amma bizim əskərlər tam tərsi döyüşə atılırdılar. Bizim əskərlər döyüşmək istəyirdilər. Heç kim fikirləşmirdi ki, mən necə deyim, şəhid mi olacam və ya yaralanacam, gedəcəm və ya qayıtmayacam. Hər kəs fikirləşirdi ki,
bu torpağı biz almalıyıq. Şəhidlərimizin qanını yerdə qoymamalıyıq. Xalqımızın namusunu təmizləməliyik və bundan sonra başdik yaşamalıyıq. Təşəkkür edirik Nisan Çox sağ müəllim. olun. Sizə can sağlığı arzulayırıq. Nə gözəl ki, sizin kimi qəhrəmanlarımız var. Çox sağ olun. Minnətdaram. Bir də Azərbaycan xalqını bayram münasibətilə təbrik eləyirəm. Yaşasın bizim xalqımız, yaşasın bizim dövlətimiz, yaşasın bizim ali baş komandanımız və hər zaman, necə deyim, iri addımlarla irəliləyək. Daim belə deyək, tariximizdə ancaq qələbə anları olsun, onu Mütləq, müzakirə edirik. inşallah. Çox sağ olun. Çox sağ olun. Əziz tamaşaçılarımız, bizim efirimizin qonağı